Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U11 Liqası Kapital Baku vətən görüşünü sizlərə təqdim edirik. B qrupunun 9-cu turunun qarşılaşması inanırıq ki, bugün hər iki komanda gözəl oyunla öz azarkeşlərini sevindirəcək. Komandaların heyətlərini isə təqdim etmək istərdim. İlk növbədə bizlərə qonaq komanda Vətən göstərilib onların heyəti. Bu cürdür qapıda 1 nömrə Əli Fəttəzadə, 2 Yəhyə Hacıyev, 8 Sənan Qaraşov, 7 komandanın kapitanı Uğur Ayxan Süleymanov, 8 Uğur Əliyev, 17 Fərid Qafarlı, 99 Uğur Qədirli. Komandanın baş məşqçisi Üzeyir Sadıqovdur. Digər oyuncularla da sizi tanış edirəm. Qapıda 99 nömrə Nihat Əliyev, 10 Maksim Solovyov, 11 Vüqar Qasımov. İndi gəlin bu hücumu izləyək. 9 Mikail Həsənli, 5 Rəşad Gülər, 3 Davud Lapayev, 4 Vaqif Babayev, 12 daha bir qapçı Rüzgar Zamanov, 77 Uğur Mahmudi, 70 Ömer Hüseyinli. Komandanın baş məşqçisi Üzeyir Sadıqovdur. İndi isə Kapital Bakuda qapıda 31 nömrə İdris Tahirli, 8 Murad Hüseyinli, 6 kapitan Uğur Hüseynzadə, 18 Yusif Rəhmanlı, 19 Cihan Rəhimli, 20 Ayxan Şabanov, 21 İsmail Əliyev. İndi qapı istiqamətinə zərbə indirmək olardı. Ehtiyat oyuncular, daha doğrusu 11 liqalarında ehtiyat oyuncular skamyası yoxdur. İstənilən oyuncu meydanı tərk edib yenidən oyuna qayıdırlar. Qapıya zərbə, qapıcı İdris Ayxanın zərbəsinin qarşısını kəsir. 1 nömrə Hüseyin Səfərov, 3 Akşin Əliyev, 9 İlyas Eminov, 10 Emir Əsədli, 11 Daniel Mehdiyev, 14 Ömər Şəfaqətli, 15 Rinat Nurlu, 17 İmran Eminov, 19 onu qeyd etdik. Qapıya Uğurun zərbəsi, 16 Aydın Əliyev. Komandanın baş məşqçisi UEFA lisenziyalı Tural Hüseynovdur. Outdan vətən oyuncuları top oyuna daxil edir. Uğur solda oynuyor. Sənandan qapıya zərbə, müdafiəçi Cihan yaxşı oyun. Daha bir zərbə və top qapıdadır. Vətən futbolçuları hesabı açır. Erkən qolla İdris'in qapısına yol tapırlar. İdris bu topu tutmağa çalışsa da topun qapıdan keçməsinə mane ola bilmir. Qapıdan üzr istəyirəm, mərkəzdən top oyuna daxil edildi. Outdan vətən hücumların sayını bir qədər də artırmağa devam edir. Qapıya zərbə və top qapının yanından keçir. Murad Hüseyinli. Son toxunuş, bəli, səhv etməmizdə qapıcıdan idi. İkinciden zərbə ilə Kapital Baku indi qapıcı. Vətən əla bir hücum var. Fərid Qafarlı keçdi rəqibini Ayxan və topun qarşısını kəsə bilir. Geri ötürmə. Murad topun qarşısını kəsir. Tural Hüseynov UEFA lisenziyalı məşqçi ekranlara gəldi. Ayxan irəli oynuyor, qapçı. Qapçı Fəttəzadə. Topu dərhal irəli vurur. Kapitan Ayxan Süleymanov. Ayxan var, onun qarşısında 2 Ayxanın mübarizəsini izlədik. Uğur Hüseynzadə outdan topu oyuna daxil edir. Uğur. Vətən. Ötürmənin qarşısı kəsilir. İndi Kapital Baku bərabərlik qolunu vurmağa çalışır uzaqdan qapıya. O qədər də uzaq deyildi. Əli Fəttəzadə bu zərbənin qarşısını kəsir. İsmail Əliyevin zərbəsi idi. Murad.
Kapital Baku irəlidə çoxalmağa çalışır. İrəliyə doğru ötürmə. Vətən hücumdadır, amma gün zərbəsi ilə Vətən topu oyuna daxil edir. Görək indi qapıya zərbə vurmaq. Vaqif Babayevin zərbəsi yenidən Vaqif qapıya baxdı. Təhlükəli zərbə indirir. Vətənin 4 nömrəli oyuncusu. Outdan. Əli. Rəşad Gülər. Qapı istiqamətinə zərbə. İdris Tahirli. Topun qapıdan keçməsinə mane olur və sol ayağı ilə topu qüvvətli zərbə ilə irəli vurur. İndi Kapital Baku oyuncuları. Qapıcı Əli. Rəşad Gülər. Rinat. Aydın istiqamətli edilmiş götürmək də outdan Vaqif topu oyuna daxil edir. Bu dəqiqələrdə hər iki komanda meydanın istənilən nöqtəsində. Qapıya zərbə. Top az fərqlə qapının yanından keçir. Maksim Solovyovun zərbəsi idi. Gözəl qolla yadda qala bilərdi bugünkü oyunda. Kapital Baku tələsir, onlar hesabda giridir. Rinat. Havada küləklidir. Murad Hüseynli. Muraddan içəriyə doğru qapıya zərbə, amma uğurlu alınmır. Vətən komandasının 1-0 üstünlüyü davam edir. Görüşdə vurulan yeganə qolun müəllifi 6 nömrəli futbolçu Sənan Qaraşovdur. Süleymanov kapitan. İrəliyə doğru ötürmə. Fərid Qafarlı istiqamətinə. Fərid. Geriyə içəriyə doğru qapıya zərbə. Top direkdən qayıdır. İdris hücumun davamında topu komandası üçün kazanır. Tahirli daha bir irəliyə doğru ötürmə. Burada Kapital Baku'nun 2 oyuncusu var, amma Yahya hər ikisinin əhatəsindən məharətlə çıxmağı bacarır. Yusif top meydana bəli tərk etmişdi. Ayxan Şabanov cərmə zərbəsindən topu oyuna daxil edəcək. Kapital Baku'nun 20 nömrəli oyuncusu qapıcı Fəttazadə bu dəfə də topun qapıdan keçməsinə mane olur. Artıq neçənci dəfədir ki, komandasını Real qollardan xilas edir uğurdan. Yahya dəyən top meydanı tərk etmişdi. Outdan Uğur Hüseynzadə. Qədirli. Qədirli özü keçdi. Qapıcı İdris topu qaytarır. Hücum davam edəcək. Top meydanı tərk eləmədi. Uzaq məsafədən qapıya zərbə. Top qapının yanından keçir. Kapital Baku'nun qapısında yaranmış daha bir təhlükəli vəziyyət. Fərid. Qapıcı İdris topu qaytarır. Daha bir zərbə gələcək. 2-0. Kapitan Ayxan Süleymanov yaxın məsafədən qüvvətli zərbə ilə İdrisin qapısına yol tapır. İdris ilk cəhdi uğurlu alınmışdı, amma hücumun davamında Vətən qol vurur. Artıq ilk hissənin də sonlarına doğru gedirik. Rinat topu oyuna daxil etdi. Və hakim ilk hissənin başa çatdığını bildirir, qısa fasilə ayırdırıq. Bir daha vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Artıq ikinci hissə başladı. Vətən Kapital Baku görüşündə. İlk hissədə qapılara qurulmuş 2 qol var. Vətən hesabda öndədir. Vurulan qolları bir daha xatırlayaq. Əvvəlcə Sənan hesab açdı. İkinci qol Ayxandan gəldi. Əllə oyun top ilə Sənan. Rinat solla oynuyor. Vətən oyuncuları topu qazanırlar. Hakim isə cərmə zərbəsi
təyin edir. Ömərə qarşı qayda pozulmuşdu. Hakim bu fikirdədir. Hakimi isə təqdim etməmişdim. Elvin Qədimovdur, gənc hakimimizdir. Ona da hakimlik karyerasında uğurlar arzu edirik. Qapı istiqamətində yox, zərbə indirmək olardı. Qapıya zərbə İdris. Sənanın zərbəsinin qarşısını kəsir. O qədər də qüvvətli olmayan zərbə indirilmişdi. Kapital Baku bu dəqiqələrdə bir qol vurmağa çalışırlar. Əldən əliyə doğru ötürmək istəyirik. Ömər. Ayxan. Yusiflə hücum qurmağa çalışır. Murad. Qapı istiqamətdən Rinat. Rinatdan qapıya zərbəli Fəttazadə bu zərbənin qarşısını kəsir. Bu dəqiqələrə qədər meydanın ən yaxşı oyuncularından biridir. Vətən komandasının bir nömrəli qapıcısı. Aydın. Murad. Bu dəqiqələrdə Kapital Baku daha təhlükəli olmağa başlayır. Bu dəfə də qapıcı Əli Fəttazadə yaxşı oynayır. Bugün onun günüdür. Bugün Əlinin günüdür. Sanki qapıda 10 yaşlı, 9 yaşlı bir oyuncu deyil, canlıca bu fonda yanıb və bu dəfə Əlinin müdaxiləsi. Hücum davam edəcək. Hakim davam işarə verir. Rinat. Daha bir ötürməyə qapıcı Əli Fəttazadə. Bu dəfə də yaxşı oynayır. Bugün yaxşı oynayır həqiqətən Əli Fəttazadə. Bir nömrənin haqqını ver qapıya uzaqdan. Zərbə top qapının yanından keçir. Murad. Muraddan içəriyə doğru ötürməyə qapıcı iki cəhətdə. Topu qazanır Əli. Sənanla oynayır. Vətən tələsir. İçəriyə doğru ötürmə uğra deyən top oyuna qayıdır. Mahmudi 77 nömrə. Rinat topu alır. Uğur geriyə oynayır. Fəttazadə. Rinat az qala topa müdaxilə etmişdi. Murad Hüseyindir. Yusif. Qapıya zərbə top dirəkdən meydanı tərk edir. Kapital Baku hesab arasını fərq azaltmaq üçün çox gözəl bir imkan qazanmışdı. Bu dəfə Yusif Rəhmanlı. Əli Fəttazadənin ən yaxşı dostu düşür. Ömər. Vaqif idi, üzr istəyirəm. Mahmudi keçdi rəqibini vurdan. Sıyrıldı Mahmudi içəriyə doğru ötürməyə Vətən. Kapital Baku daha bir zərbə qarışıq bir vəziyyət yaran bir Vətəndən daha bir zərbə. Bu dəfə də Vətən qol vurur. Uğur. Mahmudinin qoludur. Az öncə Kapital Bakunun qol vurma cəhdi uğursuz alındı. Hücumun davamında Vətən qol vurur. Futbolun yazılmamış qanunudur. Ayxandan qapıya zərbə top. Qapının yanından keçir. Bugün Kapital Bakunun qol vurması üçün dəfələrlə imkanlar olub. Mən deyəlim ki, Əli Fəttazadə bu zərbələrdən İsmail bunun zərbəsi də təhlükəli alınmır. Yəqin ki, bu oyunun icmalına baxarkən komandanın baş məşqçisi Tural Hüseynov məhz bu epizodları müzakirə edəcək, amma bir daha onu xatırladım ki, Əli bugün Fəttazadə bugün onun günüdür. Kapital Bakunun neçənci dəfədir ki, qol vurmasının qarşısını kəsir. Uğur. Yusif geriyə oynayır. Və daha bir zərbə qolla nəticələnir. Nəhayət Kapital Baku topu qapıdan keçirir. İsmail Əliyev. Əlinin qapısına qol vururlar. Fərid. Uğur qarşılayır. İnanırıq ki, bu qoldan sonra daha həyəcanlı oyun izləyəcək. Ayxan Süleymanov komandanın kapitanı Fəridlə oynayır. Fərid qafarda komandanın 17 nömrəli futbolçusu Uğur var onun qarşısında. Fərid geri oynayır Yahya ilə. Rinat pressing var yenidən. Fərid istiqamət ötürmə. Kapital Baku qapçı və Vətən qol vurur İdris Süleymanlı. Bu epizodda onun qarşısını kəsdilər, topu görə bilmədi.
Fərd Qafarlı'ndan golunu izlədik. Aydın Əliyev. Gülen. İmran. Maksim. Yok çevrildi. Kapital Baku topu kazanır. Gol vurmaq üçün daha bir gözəl imkanı vardı. Bu dəfə Əli Fəttəzadə İmranın fərqlənməsinin qarşısını kəsir. Aydın Əliyev'in bu. Görüş məsələ bu hesabla başa çatarsa yəqin ki oyunun qəhrəmanı məsələ Əli Fəttəzadə olacaq. Fərid. Yusuf ona mani olmağa çalışırdı outdan. Fərid özü top oyuna daxil etmək istədi. Geriyə ötürmə. Solovyov topu qazandı. Solovyov. Yox, qayda pozulmadı. Hakim devam işarə top vətəndə qalmış qapıya zərbə. Qapıcı Hüseyin Səfərov. Və bu... Bəli. Bəli, hakimin diqqətindən yayınmadı. Penalti təyin edir. Cərimə meydançasının içərisində olmuşdu qayda pozuntusu. Uğur Hüseyinzadə hakimin bu fikri ilə barışmır. Penaltini isə Fərd Qafarlı yerinə yetirəcək. Az öncə də gol vurmuşdu. Vətən heyətində qapıcı dəyişikliyi baş verdi. Əli Fəttəzadə meydanı tərk elədi, onun yerinə Nihat Əliyev 99 nömrəli qapıcı oyuna daxil oldu. Penalti yerinə yetiriləcək. Hüseyin Səfərov və Fərd Qafarlı. Qapı istiqamətinə zərbə, top qapıdadır. Vətən daha bir gol vurur. Fərid bugünkü oyunda özünün ikinci, komandasının 5-ci qoluna imzası. Cərimə zərbəsindən Murad Hüseynli topu oyuna daxil etməlidir. 3 nəfər var canlı zərbdə. Nihat qapısına diqqətli, qapı istiqamətindən zərbə, top canlı sədd edərək oyuna qayıdır. Səfərov. Solda oynayır. İleriye doğru ötürmə. İmran rəqibidən top almağa çalışırdı. Kapital Baku topu qazandı. Qapı istiqamətindən zərbə, qapıcı Nihat. Out. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bu oyundan əvvəl Gol TV-də AFFA U11 liqasının C qrupunun bir oyunu sizlərə təqdim olunur. Step Real Lyon'la qarşılaşdı. Bu oyundan sonra isə AFFA U13 liqasında daha bir həlledici oyun sizlərə təqdim olunacaq. Meydançanın digər hissəsində daha bir qayda pozulur. Penalti. Vüqar Qasımova qarşı qayda pozuntusu hakimin diqqətindən yayınmır. AFFA U13 liqasında Ulduz zirvə ilə qarşılaşacaq. Həmin oyunda zirvə heç edərsə artıq adını playoff mərhələsinə yazdıracaq. Biz isə penaltiyə diqqət yetirəcək. Görək zərbəni kim yerinə yetirəcək. Sənan Qardaşov topun gerisində, amma zərər çəkmiş zərbəni yerinə yetirəcək. Vüqar Qasımov. Məsələ qayda pozuntusu da ona qarşı olmuşdu. Elvin Qədimovdan işarə gəlir. Qapıya zərbə, qapıcı Hüseyin Səfərov ayaqları ilə bu zərbənin qarşısını kəsir. Çox soyuqqanlı davrandı bu epizodda. Rəqib komandanın qol vurmasına mane olur. Outdan Kapital Baku top oyuna daxil etdi. Yusif geriyə oynayır. Uğurdan Çərdiyat. Qapıya zərbə və qapıcı Nihat. O nə topu idi, qarşısını kəssin. Bravo Nihat, bravo Uğur. İki gözəl hərəkət izlədik. Nihat Əliyev bu cür təhlükəli zərbənin qarşısını kəsdi. Yəqin ki, onun bu qurtarışı Gol TV-də aprel ayında edilmiş ən gözəl 10 qurtarışlar siyasına daxil ediləcək. Hatta qapıya zərbə, qapıcı Rinat Nurlu, qapıcı ikinci zəddə Nihat Əliyev. O da Əli Fəttəzadədən geri qalmır. Kapital Baku əldə çox almağa çalışır. Out. Gün zərbəsi ilə Cihan Rəhimli yerli oynayır. Uğur yenidən Cihan. İçəriyə doğru ötürməm. Geriyə, amma Uğur'un zərbə bulmasını Solovyov mani olur. Uğur. Vətən oyuncuları Rəşad Gülər.
Cihan. İmrandan alacağı hərəkətdir, amma istəyinin nail ola bilmir. Kapital Baku bu dəqiqələrdə və hakim görüşü bitirir. Hörmətli futbol azarkeşləri, görüş başa çatdı hər iki komandaya. Bugünkü oyuna görə təşəkkür edirəm, amma rubrikaya sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Kapital Bakuda 19 nömrə Cihan Rəhimli oyunun ulduzu isə yəqin ki siz də mənimlə razılaşarsınız. Vətən komandasının bir nömrəli qapıçısı Əli Fəttəzadədir. Hörmətli futbol azarkeşləri, beləliklə Əli Fəttəzadə Gol TV-nin təşkil etdiyi FIFA 2026 turnirinə vəsiqəni təmin etdi. Sağ olun, gələn görüşlərədək.